إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الكلام كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها فإن كل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار وبعد Əziz müsəlmanlar, ən birinci özümü və sizləri Allahdan qorxmağa, təqvalı olmağa çağırıram. Təqvalı olmaq Allah Azza və Cəllənin cənnətini qazanmağa səbəbdir. Əziz müsəlmanlar, bildiyiniz kimi biz ilin ən əzəmətli günlərindəyik, ən fəzilətli günlərindəyik. Bu günlərdə edilən əməllər Allah qatında ən üstün əməllərdir, ən əfzəl əməllərdir. Əziz müsəlmanlar, bu günlərdə Zilhiccə ayının 10 günündə edilən əməllərdən, ən xeyirli əməllərdən biri də qurban kəsməkdir. Allah Azza və Cəllə üçün qurban kəsib, onun qanını axıtmaqdır. Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur, فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ Rəbbin üçün namaz qıl və qurban kəs. İbn Abbas radiyallahu anhuma buyurur ki, buradan məqsəd udhiyə qurbanıdır. Udhiyə qurbanını kəsməkdir. Əziz müsəlmanlar, və Peyğəmbər sallallahu aleyhi və səlləm də necə ki, Rasulullah sallallahu aleyhi və səlləmdən sabit olub, o qurban günü 2 iri buynuzlu qoç kəsmişdir və onları Bismillah, Allah Akbar deyərək onları kəsmişdir və Rasulullah sallallahu aleyhi və səlləmin əməlidir. Həmçinin Rasulullah sallallahu aleyhi və səlləmdən varid olub ki, sahabələrindən də varid olub ki, kimin imkanı olduğu halda qurban kəsməzsə bizim musalləmizə yaxınlaşmasın, namazgahımıza gəlməsin. Və Rasulullah sallallahu aleyhi və səlləm heç zaman müstəhəb əməl üçün bu sözü deməzdi. Və bu da Peyğəmbər sallallahu aleyhi və səlləmin bu şəkildə deməsi qurban ibadətinin önəmini xəbər verir, onun əzəmətini bizə xəbər verir. Əziz müsəlmanlar, qurban ibadətində bir neçə hikmətlər var, böyük hikmətlər var. O hikmətlərdən ən birincisi Allah Azza və Cəlləyə yaxınlaşmaq. Bu qul o qurbanı kəsməklə Rəbbinə yaxınlaşır. Allah Azza və Cəllənin əmrini yerinə yetirir və o təqva sifətini qazanır. Allah Azza və Cəllə buyurur ki, "Lən yenəlallah luhumuha və la dimauha, velakin yenalut təqva minkum." Allah Azza və Cəllə buyurur ki, Allaha kəsdiyiniz qurbanların nə əti, nə qanı çatar. Ondan Allah Azza və Cəllə çatan sizdən olan təqvadır. Yəni insan bu əməllə təqva sifətini qazanır və Allah Azza və Cəllə çatan odur. Və qul bu həmçinin bu ibadəti yerinə yetirməklə orada olan hikmətlərdən biri də ehtiyat sahiblərini doydurur, kasıb insanları doydurur və onlara yardım edir və qurbanda olan hikmətlərdəndir. Ona görə də daima biz tövsiyə edirik ki, qurban kəsən insan bütün qurbanın hamısını yeməsin, bir hissəsini ehtiyat sahiblərinə paylasın, ehtiyat sahiblərinə versin. Allah Azza və Cəllə buyurur ki, وَأَطْعِمُ الْبَائِسَ الْفَقِيرِ O qurbandan ehtiyat sahiblərinə və fəqirlərə də yedirdin. Onlara da yedirmək Allah Azza və Cəllənin Quranda bizə əmr etdiyi əmrlərdəndir. Həmçinin əziz müsəlmanlar, qurbanda olan hikmətlərdən biri insanların bayram günü qohumluq əlaqələrini genişləndirməsi, birləşdirməsi, qurbanın bir hissəsini qohumlara hədiyyə verməklə, hədiyyələşməklə, onların könlünü almaq, onların sevgisini qazanmaq, bu da qurbanda olan səbəb hikmətlərdəndir. Həmçinin əziz müsəlmanlar, qurbanda olan hikmətlərdən biri də Allah Azza və Cəllənin verdiyi neymətə görə Allah Azza və Cəlləyə şükür etməkdir. Həmçinin əziz müsəlmanlar, insanın ət neymətini yeməsi, çünki alimlər buyururlar ki, bədən üçün ən xeyirli, ən önəmli qidalardan biri də ət neymətidir və insan da bayram günlərində bu ət neymətindən yemiş olur və digər hikmətlər var. Qurban bayramında və qurban kəsməkdə bir çox hikmətlər var. Əziz müsəlmanlar, və bu mübarək, bu xeyirli ibadətin özünə aid əhkamları var. O əhkamlardan bəzilərini
zikr etmək istəyirik. O əhkamlardan birincisi odur ki, qurbanı alarkən qurbanı hər bir halda ala bilərsiniz. Bunun üçün şəriətimizdə hər hansı bir qadağa yoxdur. Yəni hansı baxımdan? Yəni ayaq üstə bütöv şəkildə də ala bilərsiniz. Və yaxud məsələn heyvan sahibi ilə danışırsan, diri çəkisini tərəziyə qoyursan, tərəzidə diri çəkisi deyir ki, filan qiymətə, diri çəkisini filan qiymətdən satıram. Burada bu şəkildə də ala bilərsən. Həmçinin heyvan sahibi deyir ki, apar kəs, qurbanıvı kəs, təmiz çəkisinə qədər gələrsə, o qədər kilosu filan qiymətdən onun pulunu verə bilərsən. Bu üçünün, hər üçünün İslam alimləri icazə verir. Yəni bunu qadağan edən bir şey yoxdur. Hər hansı bir dəlil yoxdur. Yəni belə bir şey yoxdur ki, qurbanı tərəziyə qoymaq olmaz. Bunun dəlili yoxdur şəriətdə. İslam alimlərindən bəli deyənlər var ki, burada çalışıb qarardan, aldanılmaqdan qorxmaq lazımdır. Lakin o qurbana görə deyil, bu təkcə qurbana aid deyil, normal heyvana da aiddir. Lakin burada dediyimiz kimi aldanılmaq olmur. İnsan da bilir ki, məsələn heyvanı aldıqda, məsələn 40 kilo diri çəkisi olan heyvanı aldıqda onun ətinin çəkisi məsələn 20 kilodan az olacaq. Bunu hər kəs bilir. 1 kilo o tərəfə bu tərəfə olmasında da bir eyib yoxdur. Yəni İslam alimləri də buna icazə verir. Burada heç bir problem yoxdur. Həmçinin qurbanla bağlı, qurban almaqla bağlı məsələlərdən biri odur ki, məsələn bir insanın dediyimiz kimi imkanı varsa, daha gözlü olan görüşə görə onun qurban kəsməsi vacibdir. İmkanı olanın qurban kəsməsi vacibdir. Lakin imkan yoxdursa, onun üzərindən vaciblik düşür. Həmçinin əziz müsəlmanlar, qurbanla bağlı hökmlərdən biri də odur ki, insan birindən borc götürərək, bilir ki, borcunu qaytara biləcək, borc götürərək qurban ala bilərmi? Cavab odur ki, bəli, borc götürərək də qurban ala bilərsən. Və yaxud insanın əlində müəyyən məbləğdə pul var və birinə də borcu varsa, borc sahibi tələsdirmirsə, o həmin pula qurban alır və qurban kesir. Lakin borc sahibi tələsdirərsə, borcunu tələb edərsə, o zaman borcu ödəyir, qurbanı kəsmir. Əziz müsəlmanlar, qurbanla bağlı hökmlərdən biri də odur ki, qurban cəmi 4 sinif heyvandan olur. İnək, dəvədir, inəkdir, keçidir və qoyundur. Və onların da yaşını şəriət bəlli edibdir. Dəvə 5 yaşını tamamlaması gərəkir. İri buynuzlu malların 2 yaşını tamamlaması gərəkir. Keçinin 1 yaşını da tamamlaması gərəkir. Qoyunun isə 6 ayı tamamlaması gərəkir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bizə bəyan edib ki, bir ailə başçısı özü və ailəsi adına bir xırda buynuzlu ya qoyun ya keçi kəsə bilər. Bir heyvan bir ailəyə bəsdir. Yəni bir heyvanı 2 ailə müştərək şəkildə kəsə bilməz. İri buynuzluya isə istər dəva olsun, istər iri buynuzlu mala olsun, ona isə 7 ailəyə qədər qoşula bilər. Yəni 7-dən az olmasında bir sorun, bir problem yoxdur. Yəni 5 ailə, 4 ailə də iri buynuzlu malı kəsə bilər. Lakin 7-dən artıq adam ona ortaq ola bilməz. Həmçinin əziz müsəlmanlar, qurbanla bağlı odur ki, məsələn, bəzən olur ki, sual verilir, ailədə ailə başçısı var və ailədə olan övladlar var. Onlar bir heyvan mı kəsirlər və yaxud deyək ki, iri buynuzlu mala ortaqdırlarsa, 5 nəfər, 6 nəfər qoşulub, bunlar 2 pay olaraq mı qoşulmalıdır, yoxsa 1 pay olaraq mı qoşulmalıdır? Bunun cavabı odur ki, bu hallarda baxırıq, onların qazancı birdirsə, qazanı birdirsə, bir qazandan yeyirlərsə, bir evin altında yaşayırlarsa, onlar hamısı bir heyvan kəsir. Lakin qazanc ayrıdırsa və onların qazanı da, bişirdikləri yemək də ayrıdırsa və onlar ayrı-ayrı evdə yaşayırlarsa, bunlar bu zaman hər ailə, hər oğul ayrı-ayrılıqda özü heyvan kəsməsi lazımdır. İri buynuzlu da kəsirlərsə, o zaman hərəsi bir pay olaraq ora qoşulması lazımdır. Ata, oğul ikisi bir pay olaraq qoşulmur. Həmçinin əziz müsəlmanlar, qurbanla bağlı məsələlərdən biri də odur ki, qurbanda çalışıb eyibdən çəkinmək lazımdır. Qurbanda bəzi eyiblər var ki, Rasulullah sallallahu aleyhi və səlləm açıq aydın bəyan etmişdir. O eyiblər olarsa qurban batildir. O eyibləri Rasulullah sallallahu aleyhi və səlləm bizə xəbər verir ki, hansı eyiblərdir? Bir gözünün kör olması. Rasulullah sallallahu aleyhi və səlləm bir gözünü deyirsə, deməli 2 gözü kör olarsa, o heç olmaz. Həmçinin çolaq olması, axsaq olması, həmçinin
xəstəliyinin olması, açıq aydın xəstəliyinin olması, qızdırma və s. kimi xəstəliyinin olması və yaxud dördüncü də çox arıq və cılız olması. Bunlar qurbanda eyiblər sayılır. Bu eyiblərdən biri olarsa, o qurban kəsilməz. Kəssən də o qurban olaraq sayılmaz. Mütləq bu eyiblərdən xali olması lazımdır. Və orada başqa eyiblər də var ki, o eyiblər qurbanı batil etmir. Yəni qurbanı kəsmək olar, lakin bəyənilmir, məkruhdur. Məsələn, qulağının kəsik olması, buynuzunun qırıq olması və yaxud hər hansı digər məsələn eyibləri olması, məsələn dərisində hər hansı bir yerinin məsələn cızıq olması və bu kimi eyiblər qurbanda eyiblər sayılır, bəyənilmir, lakin kəssən də bu qurban səhihdir. O ki, qaldı axtalanmış heyvana, axtalanmış heyvanı kəsmək isə alimlərin ittifaqı ilə icazəlidir. Rasulullah sallallahu aleyhi və səlləmdən varid olub ki, Rasulullah sallallahu aleyhi və səlləm 2 dənə ala-bula axtalanmış qoç kəsdi. Çünki alimlər buyururlar ki, axtalanmış heyvanın əti və yağı daha çox olur. Orada məqsəd onun eyblənməsi deyil, onun da daha yaxşı kökəlməsidir. Həmçinin qurbanda əfzəl olan əziz müsəlmanlar, qiyməti baha olub, nə qədər və əti çox olan, köklüyü çox olan, eyiblərdən xali olandır. Nə qədər bu üstün olarsa, bu heyvan daha əfzəldir. Həmçinin əziz müsəlmanlar, qurbanla bağlı əhkamlardan biri də kəsilmənin vaxtı və kəsilən alında deyilən sözlərdir. Qurbanın kəsilmə vaxtı əziz müsəlmanlar, insanın bayram namazını qıldıqdan sonra başlayır. Bayram namazını qıldıqdan sonra Zilhiccə ayının 13-ü məğrib əzanına qədər vaxtın var. Yəni bayram namazından öncə kəsərsənsə, bu qurban batildir. Necə ki, Rasulullah sallallahu aleyhi və səlləm səhabəyə deyir ki, ləhmuqə ləhmüşət. Səhabələrdən biri ictihad edir, yaxşı niyyətdə olur. Bayram namazına gəlməzdən öncə qurbanını kəsir ki, namazdan sonra müsəlman qardaşlarını yedirə bilsin. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, kim bayram namazından sonra qurbanını kəsərsə, onun qurbanı səhihdir. Lakin kim namazdan öncə kəsərsə, o onun kəsdiyi ailəsinə yedirdiyi bir ətdir. Sahabə deyir, ya Rasulallah, mən kəsdim ki, bayram namazından sonra ətim, yeməyim hazır olsun, müsəlman qardaşlarıma yedirim. Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, kəsdiyin adi ət hökmündədir. Başqa birisini kəs. Deməli, bayram namazından öncə kəsilməz. Bəzi yerlərdə, bəzi bölgələrdə var ki, bayram axşamından kəsilir, bayramdan bir neçə gün öncə kəsilir. O qurban sayılmır, o kəsilən adi bir ətdir. O insanların tövbə etməsi lazımdır və vacibdir ki, o insanlar bayram namazından sonra təkrar qurban kəssinlər. O kəsdikləri qurban olaraq sayılmır. Və son vaxtı da Zilhiccə ayının 13-ü, yəni 4 gün vaxtı var. Zilhiccə ayının 13-ü məğrib əzanına qədər vaxtı var. Məğrib əzanında artıq qurban vaxtı bitir, ondan sonra kəsilən də adi bir ət hökmündədir. Və bunu kəsmək üçün gecə və gündüz heç bir fərqi yoxdur. Gecə kəsməyə qadağan edən gələn, bu barədə varid olan dəlillərin hamısı zəif dəlillərdir. Yəni, istər gecə olsun, istər gündüz olsun, bu 4 gün ərzində qurbanınızı kəsə bilərsiniz. Həmçinin kəsildiyi zaman, əziz müsəlmanlar, İnsanın nə deməsidir? Kəsəndə əsas vacib olan Bismillah deməkdir. Niyyət edib, qurbana niyyət edib Bismillah demək. Həmçinin bu Bismillahdan sonra deyilən sözlərin də hökmü sünnətdir. Amma Bismillah isə vacibdir. Bismillah, Allahu Ekber, Allahumma taqabbal minni və min əhli beyti. Allahumma minkə və lək. Bunlar sünnədə varid olmuş zikirlərdir. Həmçinin İbn Macədə gəlir ki, bu ayəni oxumaq da sahabələrdən varid olub. Qul inna salati və nusuki və məhyaya və məmati lillahi rabbil aləmin. Bu ayəni oxumaq da həmçinin sünnədə varid olmuşdur. Həmçinin əziz müsəlmanlar, kəsilmə forması necədir? Sol yanı üstündə üzü qibləyə tərəf uzadılır və boğazından ən orada olan 4 damarın ikisinin eyni zamanda kəsilməsidir. Bu 4-ündən ikisi həmən kəsilməsi lazımdır. Və orada bəzi bidətlər var, əziz müsəlmanlar, bəzi insanlar, bəzi bölgələrdə qurbanla bağlı bəzi bidətlər edir. Məsələn, heyvana qırmızı lent bağlamaq, dinimizdə belə bir şey yoxdur. Və yaxud onun qanını alına sürtmək, və yaxud onun yununun üstünə sürtmək, bu kimi şeylər dində əsli olmayan hərəkətlərdir. Və yaxud hər hansı bir etiqadlar etmək ki, bunun sümüyünü, qurban ətinin, qurban heyvanının sümüyünü sındırmaq olmaz deyə inanclar etmək, belə bir şey dinimizdə yoxdur. Və bunların heç birinin şəriətdə əsli yoxdur. Əziz müsəlmanlar, heyvanla bağlı, qurbanla bağlı hökmlərdən dediyimiz kimi,
Yaxşıdır ki, müsəlman onun bir hissəsini kasıblara versin, kasıblara ehtiyac sahiblərinə yedirsin, bir hissəsini də ehtiyacı olmayanda olsa qohum əqrabasına, qohum və qonşusuna versin hədiyyə olaraq, bir hissəsini sədəqə olaraq, bir hissəsini də hədiyyə olaraq paylasın. Və müsəlmana yaraşan da budur və İslamın şüarını izhar etməkdir, İslamın bu əzəmətli şüarını insanlara bəyan etməkdir. Həmçinin əziz müsəlmanlar, qurbanla bağlı əhkamlardan biri də odur ki, insan heyvanını kəsdirəndə qəssaba heyvan ətindən verərsə, kəsməsi müqabilində onun qurbanı batil olar. Məsələn, iri buynuzlu malı kəsdirirsən, qəssaba bir neçə kilo ət verirsən və ya dərisini, baş ayağını verirsən, bu qurbanı batil edir. Rasulullah sallallahu aleyhi ve sellem bunu bizə bu şəkildə bəyan edib və deyib ki, qəssaba biz özümüzdən verəcəyik. Mütləq qəssabın zəhmət haqqını sən təyin etməlisən, ona verməlisən. Onunla ittifaq edirsən, verirsən, lakin heyvanı kəsəndən sonra qəssab ehtiyac sahibidirsə, öncədən razılaşma olmama şərti ilə qurban ətindən ona hədiyyə verə bilərsən və yaxud baş ayağını, dərisini verə bilərsən. Burada heç bir eyb yoxdur. Çünki onun haqqını vermirsən, bu ikinci verdiyin ona, onun haqqı deyil, sən ona verdiyin hədiyyədir. Həmçinin əziz müsəlmanlar, qurbanın dərisini satmaq və ya qurbanlar hər hansısa bir şeyi qurban sahibinin satması onun qurbanını batil edir. Və buna da diqqət etmək lazımdır. Onu sən ya hədiyyə verə bilərsən, yaxud da kiməsə sədəqə verə bilərsən. Hədiyyə və ya sədəqə verdiyin adam isə o dərini sata bilər. Hətta qurban ətindən pay verdiyin adam, bir kasıba qurban əti vermişsənsə, o pay öz payını, ehtiyacı var, o əti satarsa da heç bir problem yoxdur. Sənin qadağa, sənin o əti satmağındır. Sən əti sata bilməzsən, onun bir hissəsini yaxud hər hansı bir şey müqabilində verə bilməzsən. Lakin kasıb onu götürdükdən sonra istəsə onu yeyər, istəsə də onu sədəqə edər. Həmçinin əziz müsəlmanlar, qurbanla bağlı hökmlərdən alimlər həmişə buyururlar ki, yəni insanın əlində müəyyən bir məbləğ varsa, deyir ki, ehtiyac sahibi olan bir kasıba bunu sədəqə etməyinmi, yoxsa qurban kəsməyinmi üstündür? Sələf imamları deyir ki, təbii ki, qurban kəsmək daha üstündür. Hətta bəzilərinə varid olur ki, mənim bir qurban kəsməyim, bir qoyun kəsməyim 100 dirhəm sədəqə verməyindən mənə daha sevimlidir. Qurban çünki özəl bir ibadətdir. Sədəqə, həm burada sədəqə də olur onun içində ətindən bir hissəsini verməklə, həm də burada başqa bir ibadəti yerinə yetirmiş olursan. Sədəqəni ilin hər hansı vaxtında, başqa vaxtlarında da verə bilərsən. Lakin qurbanı həmişə kəsmirsən, ildə bir dəfə nəsib olan əzəmətli bir ibadətdir. Əziz müsəlmanlar, bu İslamın əzəmətli şüarlarındandır. İbrahim Xəlil aleyhissalamın bizə qoyduğu bir yoldur. Allah azə və cəllə onun haqqında buyurur ki, وَفَدَيْنَاهُ بِذِبْحٍ عَظِيمٍ Biz ona fida etmək üçün, kəsmək üçün böyük bir qoç endirdik. Allah azə və cəllə ona əmr edir oğullu kəsməyi. O, Allah azə və cəllənin əmrinə uyaraq oğullu kəsmək istədikdə Allah azə və cəllə buyurur ki, قَدْ صَدَّقْتَ الرُّؤْيَ Sən artıq yuxunu təsdiqlədin. Sənə deyiləni təsdiq etdin. Və Allah azə və cəllə ona bir qoç endirir və qoçu kəsir. Və bu da ondan sonra onun soyundan gələn bütün peyğəmbərlərin şəriətində bir əhkam olaraq qalır. Və Rasulullah sallallahu aleyhi və səlləm də bizə İbrahim Xəlil aleyhissalamın bu qoyduğu sünnəti bizlərə əmr etmişdir. Və müsəlman həris olmalıdır və bu qurbanı kəsməyə həris olaq. Və bu qurbanı şəriətimizin buyurduğu şəkildə kəsək və şəriətimizin buyurduğu şəkildə bu əzəmətli ibadəti yerinə yetirək. Allah azə və cəllədən istəyirəm ki, Allah azə və cəllə bizləri bu əzəmətli ibadəti yerinə yetirməyə nəsib eyləsin. Aqulu hədəl qavl və əstəğfirullah li və ləkum min kulli zəm fəstəğfiruh innəhu vəl-ğafurur rahim. Elhamdülillahi Rabbil alemin və salatu və selamu alə əşrafil ənbiya vəl mursalin Nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcma'in Vardallahumman xulafəir raşidin Əbu Bakr və Umar və Osman və Ali və ensəir ashabihi əcma'in və mən təbi'ahum bi ihsan ilə yevmiddin Və bə'd, əziz müsəlmanlar, Qurban bayramı ilə bağlı əzəmətli əməllərdən biri də bayram namazıdır. Və bu bayram namazı İslamın əzəmətli şüarlarındandır. Əziz müsəlmanlar, İslamın əzəmətli şüarlarındandır və bu şüarda biz səhlənkarlıq etməməliyik. Bayram namazı Peyğəmbər sallallahu aleyhi və səlləmin əmridir.
Rasulullah sallallahu aleyhi ve sellemin sahabeləri deyir ki, Rasulullah sallallahu aleyhi ve sellem bizlərin hər kəsin bayram namazına gəlməsini əmr etdi. Hətta qadınları belə bayram namazına çıxarmağı bizlərə əmr etdi. Yəni baxın, subhanallah, qadınların belə, hansı ki qadınlar üçün ən xeyirli namaz evlərində qılınan namazdır, lakin bayram namazına gəlməyi əmr edir. Hətta adət xəstəliyində olan qadınların belə bayram namazına gəlməsini, lakin məscidə daxil olmayıb, məscidin çölündə gözləyib, müsəlmanların ümumi bayramında iştirak etməsini əmr etdi. Sahabə qadınlardan biri soruşur ki, ya Rasulallah, bizdən birinin cilbabı yoxdur, geyinməyə paltarı yoxdur. Deyir, müsəlman bacısından paltar götürüb gəlsin. Amma yenə də bayram namazını tərk etməsin. Bugünkü günü çox təəssüf olsun ki, bir çox yerlərdə bu İslamın əzəmətli şüarı tərk olunur. Qadınların bayram namazına götürmürlər. Qadınların bayram namazına gəlməsi kişilərin üzərinə olduğu kimi qadınlara da vacibdir və biz bu şüarı yaşamalıyıq. Əziz müsəlmanlar, bayram namazı ilə bağlı hökmlərdən odur ki, bayram gününün ədəbləri var. Onunla insanın qüsl alması, gözəl paltar geyinməsi və həmçinin ətirlənməsi və bu kişilərə aiddir təbii ki, qadınların ətirlənərək çölə çıxması qadağandır. Ətirlənərək məscidə gəlməsi, erkən gəlməsi bəyənilən əməllərdəndir. Həmçinin əziz müsəlmanlar, bayram namazının qılınış şəkli var. Bayram namazı 2 rükətdir, səsli qılınır. Lakin sübh namazının fərzi kimi, lakin fərqi var. Bayram namazının bir fərqi var. Bayram namazında ilk öncə 7 təkbir gətirilir. Yəni namaza başladıktan sonra Allahu Ekber deyərək 7 dəfə təkbir gətirilir. Və bu təkbirlər arasında səhabələrdən varid olub ki, Subhanallah, Elhamdülillah, Allahumma salli alə Muhammed deyərək salavat getirmək varid olubdur səhabələrin əməlindən. Və 7-ci təkbirdən sonra İmam Əuzu billahi minəşşeytanirracim Bismillahirrahmanirrahimi səssiz deyərək, sonra səslə Fatihə surəsini oxuyur, Fatihədən sonra bir surə oxuyur. Və sonra ikinci rükətə qalxdıqda isə Allahu Ekber deyərək qalxır. O Allah Akbar deyib qalxdıqdan sonra 5 dəfədə ayaq üstə təkrar Allah Akbar deyərək təkbir gətirir və təkbirdə də əlləri qaldırır. Və cəmi 6 təkbir olur. Və bundan sonra təkrar Fatihə surəsini oxuyur və namazı da səsli şəkildə bu şəkildə bitirir. Bayram namazının qılınış forması budur. Bayram namazından öncə hər hansı bir sünnət yoxdur. Bayram namazından öncə Rasulullah sallallahu əleyhi və səlləm hər hansı bir sünnət qılmayıb. Bayram namazından sonra isə evinə gedib evində 2 rükət namaz qılmışdır. Bu Rasulullah sallallahu aleyhi və səlləmdən varid olan budur. Həmçinin əziz müsəlmanlar, bayramın ədəblərindən odur ki, insan bir yolla gəlirsə, qaydanda başqa yolla qayıtması ki, daha çox insanla görüşsün, daha çox insanla təbrikləşsin. Bayram namazından sonra insanların bir-birini təbrik etməsi müstəhəb əməllərdəndir. Allah bizdən də, sizdən də qəbul etsin deyərək bir-birini təbrik etməsi bayram namazından sonra varid olmuşdur. Amma cümə namazından sonra belə bir şey varid olmamışdır. Həmçinin əziz müsəlmanlar, bayram namazı ilə bağlı əhkamlardan biri də bayram namazının vaxtıdır. Bayram namazının, yəni salat-ı adha deyirik biz, nə üçün? Duha vaxtı qılındığına görə, yəni gün artıq çıxdıqdan təxminən 15-20 dəqiqə sonra onun vaxtı daxil olur və əgər kimsə hər hansı bir yerdə müəyyən bir müsibət və yaxud böyük bir problem üzərindən müsəlmanlar bayramı, Qurban bayramını birinci gün qıla bilməzlərsə, bayramın ikinci günü də onu qıla bilərlər. Və biz də inşallah Allah Azze və Cəllənin izni ilə Qurban bayram namazını burada inşallah saat 7-də qılacaq. Qadınlar üçün də yer olacaq burada. Qadınlar bu zalda, kişilər isə inşallah öndə inşallah bayram namazını qılacaq. Və çalışaq bayram namazının vaxtından öncə burada olaq. Saat 7 tamamda inşallah bayram namazı qılınacaqdır. Allah Azze və Cəllə istəyirəm ki, bizim əməllərimizi qəbul eləsin. Allah Azze və Cəllə bizi xeyir əməllərə müvəffəq eləsin. Allah Azze və Cəllə bizləri sözlərimizdə, əməllərimizdə ixlaslı olan qullarına eləsin. Allah Azze və Cəllə istəyirəm ki, Allah Azze və Cəllə bizlərin etdiyimiz ibadətləri, tutduğumuz oruçları, kəsəcəyimiz qurbanları, qıldığımız namazları qəbul eləsin. Allah Azze və Cəllə xəstələrimizə şəfa versin, vəfat etmiş müsəlmanlara rəhmət eləsin. Allah Azze və Cəllə millətimizə, xalqımıza hidayət versin. Onların qəlbinə də iman nurunu nəsib eləsin. İnna Allah ya'muru bil adli vel ihsani ve ita'zil qurba ve yanha anil fahşai vel munkari vel baghi ya'idukum la'allakum tadhakkarun. Fazkurullaha yazkurkum ve ashkuruhu ala ni'amihi yazidkum. Ve la zikrullahi akbar. Vallahu ya'lamu ma tasna'un.